Baxın, baxın, ha məni qınayanlar, baxın. Belə gəlini saxlamaq olarmı? O bir gəlin ki, qaynanıyı, qaynatıyı milisiya versin, ərini tuttursun, qaynanəsini, qaynatasını tuttursun. Əgər buna bax, bu tualet kağızını attığına əri milisiya verdi. Ana bala milisiyalarda gəzdi. Gecə saat 2-də əri milisiya verir. Baxın, ay cəmaatının bu gəlinin səliqəsinə baxın, bax. Halal olsun, halal olsun. Südabiyə ki, belə qız tərbiyə eləyib. Belə qız öyrədib, belə qız göndərib də. Baxın, ay qurban olun, baxın. Buna baxın, bax. Baxın. Buna baxın. Bir aydır bu xəngəl burada quruyub, suxarik olubdur. Xəngəl, öyün kirinə baxın. İndi xaladinliklə baxın, ay qurban olum. Görün, belə dolu xaladinlik, belə hər şey içində dolu, yeməyi, içməyi, hər şey içində dolu. İndi buna baxın, ay sizə qurban olum, ay elim günüm, ay millət. 2 ay bundan qabaq. Buna baxın, bax, iyi verbilənir, var bağlayıb da. Buna baxın, bax. Hamısı ilənir, oy, nəfəsim kəsildi iydən. Bunun anasının ciyarı yansın, bunun anasının fələk sinəsini dağlasın. Belə gəlinmi tərbiyə elənir, belə insan mı olur? Hamısı ilənib xaladinlikdə, baxın, bax. Ət ilənib xaladinlikdə. Bunun anasının sinəsi yansın. Elə qız tərbiyə elədiyinə görə, baxın. Belə dolu xaladinlik. Meyri, meyvəsi, hər şey içində dolu. Hər şey dolu. Qarnı amma azardı olubdu. Yeyə bilmir, içə bilmir. Qarnı ağrıdı olubdu. Tərbiyəsizlər, mərfətsiz. Sizə nə göstərim, ay cəmaat, ay millət. Buna baxın. Südabənin qızı, mənim gəlinim. Bir ay bundan qabaq sok vıjımalkada sok çəkib içibdi. Bax. Hamısı kiri, poxu, zivili içindədir.